Salam millət, xoş gördük. Mən sizə bu günləri Bakı TV-nin Bitcoin haqqında danışmasına bir cavab olaraq video hazırlamışım. Təbii ki, konkret olaraq cavab vermirəm. Yəni onların kanalları çox 1 milyondan yuxarı izləyicilər var və atdıqları video çox insan izləyir və mən də istəyirəm ki, onların bu səhv videolarına fikrimi bildirim. Nəyə görə? Birincisi deyir ki, Bitcoin 104 min doları ilk dəfə aşdı. Gəlin baxaq. Məlumatına baxırıq və görürük ki, 109 min ən yüksək zirvəni görüb yanvarın 20-sində, 25-ci ildə, yəni bu illərin. Bu öz yerində. Məlumatı hazırlayarkən məncə diqqətli olmaq lazımdır. Bu bir. İkinci, orada qeyd edilir ki, Ethereum. Ethereum adlı coinin var olduğunu mən 2 dəfə deşdirəm. Yəqin ki, bu təzə çıxır və biz çıxartmışıq bunu. Burada yəqin ki, Ethereum'dan söhbət edir. Və bildirim ki, bundan əvvəlki videomda mən Pectoral layihəsi Ethereum'un texniki dəyişikliklərindən bəhs eləmişdim. Və həmin dəyişikliyin nəticəsində Ethereum 4 il ərzində ilk dəfə bir günə 20% yüksəlmə vermişdi. Bu öz yerində. Üçüncü, orada ekspert danışır ki, iqtisadçı ekspert bildirir ki, Bitcoin'in daxili dəyəri yoxdur. İnsanlar da avtomatik beyində yaranır ki, bunun daxili dəyəri yoxsa bunu almaq lazımdır öyle. Amma elə deyil. Burada məsələ nədən ibarətdir? Bitcoin'ə daxili dəyər statusunu yükləmək, onun haqqında müzakirə aparmaq səhvdir. Nəyə görə səhvdir? Ənənəvi ifadədir bu çünki. Bitcoin daxili dəyəri olmasa belə, yəni səhmlər, evlər, şirkətlər kimi, misal üçün dividend verməsə də və s. və ilə axır. Amma bunun say söhbəti var. Və o say söhbəti 21 milyon ədəd birbaşa inflyasiyaya qarşıdır. Yəni sən bunu çox halda bilmirsən ki, bunun dəyərini salsan aşağıya. Bunun sayı məhduddur və bu insanlar tərəfindən alındıqca, bunun sayı tükəndikcə qiyməti də daha yüksək olacaq. Yəni insanlar bu günləri 200 min, 250 min gözləyirlər bu ilin sonuna kimi. Təxminlərdir bu sadəcə olaraq. Yəni nəticə etibarilə 5-10 il əvvəl Bitcoin dəyəri heç nə idi. Və bu günlər amma faktiki görürsünüz 102 min dollardan əməliyyat həyata keçirilir. Üçüncüsü, orada hamsterlə kriptovalyuta sistemini konkret olaraq alt üst eləməyə çalışan belə deyək də reportaj götürdüyü insanlar var, hansı ki aparıcının hamsteri tıklayıb 1 milyon dənəsinə 10 qəpik verib. İndi mən başa salmaq istəyirəm ki, elə şeylərə qaçan insanlar da asan vəziyyətdən pul qazanmaq istəyən insanlardır ki, hamsteri tıklayıb oradan pul qazanacam. İçi mən qarşı hamı bunu edib. Amma mən oradan 10 qəpik qazanmamışam. Mən oradan 50 dollar qazanmışam. Və onun kimi neçə Telegram botundan keçən illərin biz çox yaxşı pullar əldə elədik. Hansı ki, belə deyək 50 dollar, 30 dollar hər Telegram botu üçün. Bu öz yerində. Bitcoin ilə isə hamsteri konkret olaraq müqayisə eləmək vəbşi səhvdir. Çünki hamster meme coindir. Yəni hansı ki, boş bir şeydir. Amma Bitcoin'in öz sistemi var. Bitcoin Dünya Bankasında istifadə olunur. Bitcoin Amerika kimi dövlətin rezerv fonuna daxildir. Yəni bunların hamısını nəzərə almaq lazımdır və gələcəyə baxmaq lazımdır. Biz arxaya getmirik ki, Koroğlu'nun dövrünə getmirik. Biz irəli getmək, inteqrasiya eləmək istəyirik, texnologiyanı ayaqlaşmaq istəyirik. Amma deyir ki, Bitcoin apasındır, Bitcoin elədir, belədir. Sabahları kağız pul vahidi dəyişiləndə, insanlar kriptovalyutaya keçid eləyəndə bizimkilər keçə bilməyəcəklər. O ekspertin trekində deyir, keçid dövrü deyilir buna. Keçə bilirsən, keç də. Bax, biz həmin yerdə ilişib qalacağıq. Çünki biz inkişafa meyilli deyilik. Biz bir inkişaf baş verən kimi avtomatik onun pis tərəflərini insanlara çatdırırıq. Və mən bildirmək istəyirəm ki, təbii ki, orada deyir riskli sahədir. Bəli, riskli sahədir. Mənim istənilən videolarımda bu mənim tərəfimdən deyilib ki, riskli sahədir. Amma sən nəyi və nə zaman alacağını bilsən, heç də riskli deyil. Misal üçün, bugün hər hansısa bir kənd təsərrüfatına məşğul olan insan, misal üçün, çiyələk əkən bir insan, o hardan bilir ki, sabahlar çiyələyin qiyməti 5 manat olacaq? O bilmir onu, o əkir. Sabahlar 3 manat da ola bilər, o zərər də eləyə bilər. Həmişə qazanacam deyə şey yoxdur ki, onsuz da. Konkret olaraq, yəni ümumiyyətcə iqtisadiyyat belədir. Həmişə qazanacam deyə şey olsaydı, bütün insanlar yəni lüks yaşayardı, hamının da pulu olmuş olardı. Amma bu günləri bir mənalı şəkildə kriptovalyuta sahəsində belə bir tənqid, gözdən salma formalar yaratmaq lazım deyil məncə. Çünki bunu öyrətmək lazımdır. Amma öyrədəndə mənfi və müsbət tərəflərini demək lazımdır. Biz konkret olaraq mənfi tərəflərindən danışırıq. Hansı ki, bu günləri Azərbaycanda artıq çalışırlar ki,
öz kriptovalyutanı yaratsınlar, dünyaya çıxış eləsinlər. Hansı ki Binance kimi birja, bax indi buradan çəkirəm də, yəni bu videonu. Azərbaycanda öz belə deyək, filialın qurub, hansı ki Azərbaycan dilində məlumatlar Azərbaycan dili gətirdi Binance-a. Bu elə belə şey deyil. Yəni sabahları bu inteqrasiyadır. Bu insanların inkişafına səbəb olan bir şeydir. Mən sizə demirəm konkret olaraq gedin Bitcoin alın, satın. Mən bunu sizə demirəm, amma insanlara yaxşı tərəflərini çatdırmaq lazımdır. Durub Bitcoin daxili dəyərindən danışırlar. Ethereum-dan. Ethereum, yəni sən birincisi reportaj səhv hazırlamısan. Mən bunu açıq-aşkar deyirəm. Amma yenə də ən azından Bitcoin adını falan düz demisiniz də, yəni bu özü bir nailiyyətdir. Mənim deyəcəklərim yəni bu qədər bu reportaj haqqında. Amma ki qaldı ki Bitcoinin belə ümumi vəziyyətinə. Bitcoinin vəziyyəti bu ilin sonuna kimi yaxşı olmalıdır. Yəni hal-hazırda da yaxşıdır. Amma çox daha çünki dünya analitikləri bu çox yüksək gözləyirlər. Yüksək gözləmənin səbəbi bilirsən nədir? Təbii ki, yenə deyirəm, burada manipulyasiyalar da var. Yəni hər işdə olduğu kimi burun soxmaları var qıraqdan, oradan, buradan. Süni pump, dump belə söhbətləri var. Amma yenə də nəticə etibarilə Bitcoin həmişə dəyərli olan şeydir. Mən sizə misal üçün Pepe-dən söhbət eləmirəm ki, misal üçün Dog'dan söhbət eləmirəm. Çünki Elon Musk bunun üstündə konkret show göstərirdi. Cəmaatla məzələnirdi. Amma yenə də baxın da, yəni bir kriptovalyutanın büdcəsi, bazar dəyəri bir ölkənin büdcəsindən çoxdur. Elə ölkələr var ki, onun büdcəsindən çoxdur. Yəni belə şeylər gərək analiz eləyəsən, nəzərə alasan, ölçəsən, biçəsən. Yəni hər şey tənqidlə, yəni alçatmaqla belə deyək, nə bilim pisləməklə olmur. Yəni mütləq araşdırasan, öyrənsən, ondan sonra qərar qəbul eləyəsən və həmişə dediyim kimi videolarım yatırım tövsiyəsi deyildir. Bütün məsuliyyət öz üzərinizə düşür və mən məlumat xarakterli və öyrədici videolar çəkirəm. Konkret olaraq burada yatırım tövsiyəsi vermirəm. Əlavədən sizə sualınız olarsa rəy bölməsinə yazın. Telegramdan mənimlə əlaqə saxlaya bilərsiniz. Hər hansısa bir kömək üçün heç bir pul kimdənsə və s. istəmirəm. Heç vaxt da istəmədim. Əlimdən nə gəlirsə bu sahədə təmənnasız kömək eləməyə hazıram. İnşallah növbəti videoda görüşərik. Sağlıqla qalın.